vlogu qızlar iminlə bu hissəsindən başlamaq istəyirəm və sizə göstərmək ki, nəhayət ki bizim divanımız papanın köməyi ilə nəhayət ki getdi rayona. Papa özü də və mama da getdilər rayona və mən evdə təkəm. Çox güman ki sabah sizinlə birlikdə bura uqlavoy divan gedib sifariş eləyəcəyim. Deməli böyüklərdən yalnız mənəm. Ona görə gedirik uşaqlarla sushi yeməyə. Ayaqqabılarımı da geyinim. Bunları geyinəcəm. Düzdür biraz tezdir, amma prosta lukumla yaxşı tutur. Ona görə geyinəcəm. Palto geymişəm. Sumoşkamı götürmüşəm. Bugün biraz keyif fasonam. Çünki çox gec durmuşam. Adətən belə olanda gün boyu belə bitər oluram. Saat 2-də durmuşam. Təsəvvür edirsiniz, evdə heç kim yox idi. Durğuzan yox idi. Twix də susmuşdu ki, tək mən yatım. Biz əslində uşaqlarla burada görüşməli idik. Siz uşaqları görürsünüz. Mən də görmürəm. Yaxşı ki çıxdım. Necə də gözəl hava var bayırda. Bu havada sırf belə gəzəsən saatlarla. Nə soyuq deyil, nə də ki isti. Bütün qəşəng geyinmişəm, isti. Albina'nın təzə dişləri mübarək olsun. Bir də baxın. Как скажешь, будто у меня, я не знаю, это мои родные. Breket var idi bundan əvvəl. Biraz səs küydü bura, ona görə səsi çox güman ki üstündən yazacağım. Gəlin sizə öz lookumu da göstərim. Burada insan həddindən artıq çoxdur. Deyirəm. Uşaqlardan soruşdum ki, heç midye yemisiniz. Rolları çox yeyiblər uşaqlar, amma iminə midye sınamamışlar. Ona görə fikirləşdim ki, midye sifariş eləyək və belə bir gözəl set, özdəki qəşəng təqdimatı var idi bu tüstüyün azadla. Bəhbə. Community bölməsində gördüm ki, hamı mənim papuçkamı bəyənir. Hətta bir xanım yazmışdı ki, orada xalaya denən mütləq arıqlasın, çünki belə bir kişi əldən gedəcək. Orayı oxudum, öldüm gülməkdən. Ən əsasda ki, mama oxudu orayı. Dedi ki, bu xanımı tanımıram, amma nə deyirsə düz deyir, ona görə sabahdan mən də diyetaya oturacağam. Deməli bizdə 3 nəfərlik hesab isə 50 manat tutdu. Burada servis haqqı da var. Gəlmişik evə, qardaşım gilə indi biraz kart oynamaq istəyirik və sizə kamerin kolleksiyasını göstərmək istəyirəm. Yığır bu maşınları. Məncə çox maraqlı görünür. Kolleksiya yığmaq üçün il ərzində 250 dənə maşın almaq lazımdır. Bunlar da deyəsən əmin kolleksiya aiddir. O maraqlı görsənir məncə. Çox maraqlı. Mən də kosmetika kolleksiyamı yığıram. Bunlardan böyük olaraq, həm də ki bibi olaraq mən fikirləşdim ki, vaxtımızı normal xərcləyə, nəsə bir faydalı bir işlə məşğul olaq. Ona görə kart oynamağa başladı. Deməli, çox maraqlı bir oyundur. Kartları hamısını 3 insana bölürük. Heç kim görmədiyi məqamda bir-bir kartları gizlədirik və yaxud tulluyuruq. Amma elə eləməliyik ki, qalan oynayanlar bunu hiss eləməsin. Kartları hamısını tullayan udur. Baxın, burada tulladım, amma Albina hisslədi, ona görə geri götürməyə məcbur oldum. Sizcə burada kim uddu? Təbii ki Albina. Biz əylən moment o kartları hamısını bir-bir professional olaraq tulladı. İndi o məqamı sizə göstərəcəm. Çünki qıraqdandan çəkmişəm. Baxın necə professional bir-bir kartlar gedir. Siz bir dənə bu gözəlliyə baxın. Bu xuligana baxın. Mənim yanıma gəlmir bu. Nədənsə. Oğlandım. Şunu yiyərəm mən. Bir də ki, həmişə bura gələrkən sizə Albina'nın əl işlərini göstərirəm. Baxın, necə də gözəldir. Bu bir. Buna isə vəbşə vuruldum. Məncə çox gözəldir. Həqiqətən dəhşət istedadlı uşaqdır. Növbəti gündən qızlar, salam, makiyajını elədim. Makiyaj eləyərkən videoda çəkdim. Əsas isə dırnaq korreksiyasına gedirik bugün. Çünki 40 günə yaxındır ki, mən bu dırnaqlarla gəzirəm.
Necə elədimsə heç özümdə bilmirəm qızlar. 1 saat ərzində mən 3 dənə shorts video çəkdim. Biri Trendyolun əməkdaşlıqdır. Ümid edirəm ki, onlar videomu bəyənəcəklər və mən paylaşa biləcəm. Amma belə olanda mən özümlə fəxr eləməyə başlayıram, belə sevinirəm. Dodaq boya ilə bağlı atelier video çəkdim. Təzə dodaq boyam gəlib. Son günlər gözəl hava var. Gəlmişəm, çatmışam, özdə ki tam vaxtında 6 dəqiqədir ki buradayam və bu dəfə Firuzə xanım öz zövqünə görə mənə dırnaq eləyəcək, mənə isə tam olaraq sürpriz olacaq. Çox maraqlıdır. Nələr eləyəcək, nələr. Daha qısa istəyirəm bu dəfə. Və sağ olsun hər dəfə məni belə qarşılayır qızlar. Şirin şeyləri çox da sevmirəm. Hətta bir qusok tortu tam olaraq yeyə bilmirəm. Amma bu desert bilmirəm nə idisə tərkibi, amma o dərəcədə dadlı idi. O dərəcədə mükəmməl idi ki, tam olaraq yedim. Vaxt necə uçdusa heç özümdə hiss eləmədim. Bundan əvvəl qızlar dırnaqları özüm eləyirdim. Amma son bir neçə dəfə Firuzə xanımın yanına gələndən sonra mən başa düşdüm ki, yenə də mən o dərəcədə mükəmməl professional kimi eləyə bilmirəm. Ona görə yaxşısı gedib elətdirməkdir. Həm də ki, mənə çox yaxındır, 2 addımlıq yoldur. Düzdür, dırnaq kontent olaraq düşünürəm ki, vloqlarda mən özüm elədiyim məqamlar sanki biraz çatmır, amma mamanın üzərində biz bunu aradan qaldıra bilərik. Yəni ki, mamuçko üçün fərqli dizaynlar eləyə bilərəm və sizə burada göstərməyim. Bir dənə siz bu manikürün gözəlliyinə baxın, səliqəsinə baxın. Qəsdən belə yaxından çəkirəm sizə. Aydın görə biləsiniz deyə. Mənim üçün sürpriz olacaq bu dəfəki dizayn. Ona görə bilmirəm nə olacaqsa, elə ki belə dırnaqlar alınıb. Bundan sonra özümə söz verirəm ki, daha tez gələcəm. Çünki bu dəfə gecikdirmişəm. Desə bilirsiniz, 40 gün mən dırnaqlarını gəzdim. Heç özüm də bilmirəm bu dəfə Firuzə xanım mənə hansı kamuflaj eləyəcək. Bunu yoxsa maloçnıy. Deməyəcəm mən. Hansını istəyirəm deməyəcəm. Sürpriz olsun. Mən burada görürəm ki, frenç olacaq. Bu da bizim möhtəşəm bir nəticə. Ən əsas da ki, ustada bilirsiniz nəyə önəm verirəm. Manikür eləyərkən məni incitməsin. Burada isə tam olaraq yerinəm. Vay qızlar, yenə biabır oldum. Yenə hədiyyə verdilər mənə. Mən bilmirəm necə eləyim. Bir də göstərəcəm nədir içində. Firuzə xanımın səhifəsini mən burada aşağıda sizin üçün qoyacağım. Həzə Aslanı metrosun yaxınlığında yaşayan xanımlar mütləq gedin. Çünki belə gözəl dırnaqlar dizayn daxil cəmi 20 manatdır. Çox xoşuma gəlir. Həm də ki, ən əsas alətləri hamısı sterildir. Hər dəfə də mənə hədiyyə verir. Mən utanıram qızlar. O qədər yerinə düşüb bu hədiyyə. Tam istədiyim məhsullar var burada. İlk öncə bunu göstərmək istəyirəm sizə. Xayfda olan həmin duş geli. Çox yerinə düşüb həqiqətən. Bunun fərqli rəngləri var. Hər dəfə kəşfiyyatda görürdüm və istirdim almaq. Bunu mən qızlar həqiqətən özüm almaq istəyirdim. Hələ ki açmamışam, amma uca dəhşət gözəl qoxu gəlir. Dəhşətli qoxusu qızlar. Burada 300 qram var. Çox gözəl yerinə düşdü. Çox sağ ol Firuzə, həqiqətən möhtəşəmdir. Amma bununla da bitmir. Sizcə bunun içində nə var? Ev üçün belə bir aromatizator. Mən Temudan sifariş elədim, bərbad çıxdı qızlar və oradan sifariş eləməyi sizə tövsiyə eləmirəm. Burada deməli həm şam var, həm də ki aromatizator. Belə çubuqları birinci dəfədə görürəm. Hamısını yox, 3 dənəsini içinə qoyacağım.
İstəyirəm hələ bura qoyum. Yatan otağımda olsun. Bunu necə yapışdırıblar bura? Bu da belə bir şam. Çox ürəyimcə oldu. Çox sağ ol. Belə burada dursunlar. Mətbəximin son durumu sizə göstərmək istəyirəm. Utanmadan, çəkinmədən bir göstərəm. İndi səliqə səhmanı yaradacağım. Stolun üzəri isə belə. Amma hər şeydən əvvəl qəşəng bir dənə YouTube'da veriliş qoyum. Adətən mən verilişi telefonda qoyuram, amma bu dəfə telefonlarım rayona gedib. 100% bilirəm ki, siz tərəfdən narazıçılıq olacaq ki, bu vlog cəmi 14 dəqiqədir. 14 dəqiqə özü nədir? Bir həftədir video paylaşmırsam, bunu bilirəm qızlar. Və bu mövzu ilə bağlı sizinlə tamamilə razıyam. Özümü müdafiə eləmək məqsədi ilə belə bir şey deyə bilərəm ki, atam o qədər tez gəlmir və gəldiyi müddət ərzində onunla daha çox vaxt keçirmişəm. Telefon heç yadıma düşməyib, heç nə çəkməmişəm. Həm də ki, bunu deyə bilərəm ki, növbəti vlog minimum 40 dəqiqə olacaq, söz verirəm sizə. Bol olacaq, maraqlı olacaq, ona görə bu dəfə günahımdan keçin. Bacı sizə qurban. Son vlogumda o qədər negativ reylər var idi ki, heç girib orada oxumaq mənası görmədim. Çox keyfim pozulmuşdu, biraz nə bilim xətrimə dəymişdi, nə yalan deyim. Xeyli həvəsdən düşmüşdüm. Bilirəm, biz blogerlər buna öyrəşməliyik, tənqidə də, tərifə də, bu normaldır. Biz sizinlə bir ailə kimiyik və siz yeri gələndə mən tənqid də eləyə bilərsiniz, tərifləyə də bilərsiniz, amma nə bilim motivasiyadan biraz yox, xeyli düşmüşdüm. Amma söz verirəm ki, özümü ələ alacağam, normal videolar çəkəcəm, uzun olacaq. Mən isə qızlar hardasa bir həftədir ki, divansız yaşayıram və mən mamaya dedim ki, gedim seçim alım. Şoka düşdüm. Mama isə qayıdıb mənə dedi ki, sən gedib divan ala bilirsən. Dedim, mən tipoz adam ki, niyə görə gedib ala bilmirəm? Ölçəcəm buranı və ona uyğun, o santimetrlərə uyğun seçəcəm. Mama dedi ki, yox, məndə olmalıyam. Mən dedim ki, mən sənə şəkilləri ataram, sən də seçəsən. Çünki papa və mama rayonda hələ 2 həftəyə yaxın olacaqlar. Hələ divanı sifariş eləyirsiniz. Onlar 2 həftəyə sonra gətirirlər. Beləliklə o pişi götürəndə bir ay divansız yaşamalıyam mən. Mən də bunu başa salmağa çalışıram. Mama isə deyir ki, divan elə bir şeydir ki, mən 10 il onun üzərində oturacağam. Mən özüm fikirləşməliyəm, mən özüm seçməliyəm və s. Bizim zövqlərimiz də heç üst-üstə düşmür. Deyir ki, şəkildə bəyənə bilərəm. Bəlkə mən istədiyi qədər yumuşaq deyil və s. Qaroç milyon dənə bəhanə gətirdim mənə ki, yaşa divansız. Dedi ki, mənzil 3 otaqlıdır, get o birisi otaqlarda yaşa da, bəyəm divansız insanlar yaşamırlar. Mən də bomuş kimi həmin otaqda yastıqları qoymuşam və yerin üstündə uzanıram. Qoymurlar mənə normal divan alım. Siz qızlar nə düşünürsünüz? Neujeli bacınız bir dənə məsuliyyətin altına girib bircə dənə divan ala bilməz? Bilirəm ki, mama reyləri oxuyacaq. Yazın reylərdə ki, təbii ki, ala bilərsən, sənin zövqün hamısından zövqündən yaxşıdır və növbəti vlogda gedib seçək. Mən yenə də təklif edirəm sadəcə WhatsApp-na şəkilləri atmaq və bir qərara gəlib almaq, amma baxaq görəkdən. Bu günlük isə bu qədər. Çox sağ olun qızlar ki, bu videoya axıra qədər izlədiniz, like basmağı və mənə abunə olmağı unutmayın. Mən sizi çox sevirəm. Özünüzə yaxşı baxın. Bakam.